Diqqət! 28 may təmirə bağlanır. Metroda yeni hərəkət bu cür olacaq. Bakı metropoliteninin tunel tikintisi zamanı sərnişinlər xətti dəyişmək üçün alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaq. Metroda sərnişin axınının tənzimlənməsi, qatarların hərəkət intervalının optimallaşdırılması və ümumi xidmət keyfiyyətinin artırılması məqsədi ilə xəttlər bir-birindən tam şəkildə ayrılaraq müstəqil fəaliyyət rejiminə keçəcək. Bu məqsədlə ilk olaraq Dərnəgül elektrik deposunun tikintisinə start verilib. Daha sonra növbəti əsas mərhələyə Cəfər Cabbarlı və Nizami stansiyalarını birləşdirəcək yeni tunelin tikintisinə start veriləcək. Layihə çərçivəsində bu işlərə paralel şəkildə sərnişinlərin rahat keçidi üçün 28 may və Cəfər Cabbarlı stansiyalarını birləşdirəcək əlavə keçid tunelinin tikintisi də planlaşdırılır. Xəttlərin ayrılması layihəsinin əsas mərhələsi olan yeni tunelin tikintisinə 2025-ci ilin sonunda başlanılması nəzərdə tutulub. Məhz bu tarixdən etibarən Nizami stansiyası yaşıl xətt üzrə müvəqqəti son dayanacaq olacaq və bu səbəbdən Dərnəgül istiqamətindən gələn sərnişinlər Nizami stansiyasında metronu tərk edərək qırmızı xəttə keçmək üçün alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar. Həzi Aslanov istiqamətindən gələn sərnişinlər isə 28 may stansiyasında metronu tərk edərək yaşıl xəttə keçmək üçün eyni qaydada alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar. İçəri şəhər 28 may Həzi Aslanov xətti üzrə qatarların hərəkəti əvvəlki qaydada davam eləyəcək və bu istiqamətdə heç bir məhdudiyyət gözlənilmir. Əksinə, bu marşrutda intervalların daha da qısaldılması və xidmətin daha stabil həyata keçirilməsi planlaşdırılır. Xəttlər ayrıldıqdan sonra 28 may stansiyasından yalnız İçəri şəhər və Həzi Aslanov istiqamətinə, Cəfər Cabbarlı stansiyasındansa yalnız Dərnəgül və Xətai istiqamətinə gedən qatarlara minik mümkün olacaq. Əgər sərnişinin son dayanacağı hazırda olduğu xətt üzrə yerləşmirsə, o zaman 28 may və Cəfər Cabbarlı stansiyaları arasında keçid eləyərək digər xəttdə səfərini rahatlıqla davam etdirə bilər. Bu, qatarlara minik prosesini daha rahat və dinamik eləyərək platformada gözləməni nizamlı və təhlükəsiz hala gətirəcək.